Bəli, Azərbaycan digər ölkələrlə olduğu kimi Moldova ilə də əməkdaşlıqlarını genişləndirir və bir çox iqtisadi sahələrdə əməkdaşlıqlar artırılır. Şərabçılıqdan infrastruktur layihələrinə qədər əlaqələr genişləndirilir və bu gün də elə Azərbaycanla Moldova arasında bir çox layihələrlə bağlı razılaşmalara gəlindi. Daha ətraflı məlumatı almaq üçün yanımda Azərbaycan Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov var. Cənab nazir, bugün keçirilən tədbirdə Azərbaycanla Moldova arasında hansı gələcək perspektivlərlə bağlı razılıqlara gəlindi? Bundan bağlı zəhmət olmasa. Bu günləri Azərbaycan-Moldova arasında hökumətlərarası komissiyanın 6-cı iclası keçirildi. İclasın nəticəsi olaraq ilk növbədə bir şad xəbər deyə bilərəm ki, turizm sahəsində Azərbaycanla Moldova arasında birbaşa reyslərin sayının artırılmasına razılığına gəlindi. Eyni zamanda bilirik ki, Azərbaycanda elektron hökumətin idarə olunması sahəsində olduqca böyük uğurlar əldə olunubdur və bunlardan ən böyük nümunələrdən biri də DOST modelidir. Moldova həmkarlarımız Azərbaycan DOST modelini artıq bir neçə ildə araşdırırlar və artıq bu Moldovada DOST modeli əsasında 6 pilot layihə başlanılmışdır və biz bir yerdə o layihələrin genişləndirilməsi və artırılmasına razılığa gəldik. Eyni zamanda bu günləri həm baytarlıq sahəsində və eyni zamanda alternativ enerji sahəsində memorandumların imzalanmasına da nail olduq. İnanıram ki, bu imzalanmış sənədlər Azərbaycanla Moldova arasında yaxınlığı, dostluq münasibətlərini və əməkdaşlığı daha da artıracaq və genişləndirəcək. Çox sağ olun, cənab nazir, minnətdarım sizə. Bəli, bizim buradan çatdırmaq istədiyimiz informasiyalar bundan ibarətdir. Sözü yenidən sizə ötürürəm. Buyurun. Fidan, sizə və cənab nazirə məlumatlarınız üçün təşəkkürümüzü bildiririk.